Salamlar, əziz hörmətli görənlər, hər vaxtınız xeyir. Mən Uman Turan Yol Akademiyədən sizinləyəm. Bugün çalışırıq bir dəhamı riyazi, dəhamı təcrübə üçün bir riyazi vərəqəsi həll edək. Umudumuz var ki, bu vərəqəyə baxmaqla siz bütün kitabı dövr edəsiniz və işiniz varsa onu həll edə bilərsiniz. Sözə getməmişdən qabaq bir məsələ demək istəyirəm. Baxın, əziz yoldaşlar, bir dənə Instagramdan ya YouTube'dan bir dənə misal deyim sizə. Instagramda bir dəqiqəlik video, bu sözü e-klasslarda deyərəm, sizə də demək istəyirəm. Bir dəqiqəlik video. Video nə cür başlanır? Deyir ki, dünyanın ən ləzzətli keykin pişirmək istəyir. Bir dənə də qəşəng şəklini çəkibdir. Ona sən baxırsan, görürsən ki, dadlı bir keykin oxşayır. 5 saniyə əvvəldə keykin qiyafəsini göstərir. İkinci 5 saniyədə orada işlənən vəsaitləri yazır. Yumurta bu qədər, şəkər bu qədər, süd, un, hər nə. Hərəsindən nə qədər işlənir yazır. Orada 5 saniyədə onu tez-tez yazır. 10 saniyə, 15 saniyə çəkir bunu qatması, yumurtasını, vurdu, sütün, vurdu, şəkəri, vurdu, bu qədər qarışdırdı, 15 saniyədə, yəni bu qatdı. Videonun 25 saniyəsi getdi, bunun kekinin xəmiri hazırdır. 5 saniyədə çəkir bunu qoysun, töksün bir qaba, ferə qoymaq olsun, 5 saniyə qoyur ferə, 35 saniyə, 30 saniyə getdi, bunun keki ferdədir. Birazdan sonra, 10 saniyədən sonra, məsələn, keki ferdən çıxardır, sən baxırsan, görürsən ki, kekin özü şişib, baxırsan, ləzzət aparırsan. Gətirir o 10 saniyədə də bunu bəzəyir bu kekin, bəzəyəndən sonra bir dilində kəsir, qoyur ağzına. Bu bir dəqiqədə bunun keki hazır oldu. Ancaq sənin onun evdə kek pişirəndə hazır olur. 2 saat, 3 saat çəkir bunun kek pişirilməsi. Nə qədər qab batırır. Kekdə ferdən çıxardandan sonra görürsən ki, bir tərəfi şişibdir, bir tərəfi yanıbdır. Burada nə düşünürsən burada? Deyirsən ki, mənim anam bir şey başarmır. Ya o bir xanım baxır bu videoya, deyir ki, hə, mən bir iş başarmıram. Bax, yavaş-yavaş, bu olur, bir kek olur, bir dəfə bir toyuq pişirmək olur, bir dəfə belə bir şeylər, məsələn, paltar tikmək olur. Belə bir şeylər yığışır üstüsə, sən buna inanırsan ki, sənin anan oradaşların qabağında bir şey başarmır. Halbuki belə bir qəziyyə yoxumuzdur. O bir dəqiqəlik keki elə bir dəqiqədə pişirdi. Bunu düşünək. Ya elə bir dəfədə pişirdi, bəlkə 5 dəfə pişiribdir, onun o nəticəni ala bilmir. Bunlara yaxşı düşünməliyik bu məsələlər. Ya baxırsan, bir riyazi sualına örnek üçün burada bir misal yazaq. Məsələn, bizim bir dənə sualımız var bu. Sual deyib ki, sinus alfa olub məsələn 4-5'e. Bizdən kosinus alfanı istəyir. Baxırsan bir riyazi ustadı. Gəlir orada deyir ki, 5 saniyəyə bu sualı həll edəcəm. Nə cür həll edir? Yazır uşağa, kosinus alfa müsaviyə, bir dənə radikal çəkir. Bir dənə xətti kəsirir. Aşağıda bu 5 deyir. 5'in ikinci tabanını yazır. Yenə bu 25'i burada yazır. Çıxır, nəyi çıxır? Üstəş, ikinci taban. Olur 16. Radikal 25'ten 16'sını çıxsın 9, 25'e. Burada radikaldan çıxarılır, olar 3-5'e. Mən bu sualı 10 saniyədə həll edəm. Halbuki, bunun da altında bir dənə də mənfi müsbət var. Məsələn. Halbuki mən bu sualı, məsələ indi həll elədi, mən baş tapdım ya yox. Belə düşünürsən ki, bizim müəllimimiz bu sualı, bu məsələni 1 saat dedi mədrəsədə.
Mən başlatmadım. 2 cələsə deyildi, mən başlatmadım. Amma buradakı ustad gəldi, bu sualı mənə 1 dəqiqədə, 1 saniyə, 5 saniyədə həll elədi. Bax gör buradan bir şey başardın, baş tapdın ya yox. Məsələ bu. Məsələ bu deyil. Bu niyə gəldi? Bu hardan gəldi belə? Bu sualı məsələn gəlib desə 4 sinus alfa müsavi məsələn 3 məsələn. Yəni sual belə olsa necə həll olacaq? Yəni belə bir məsələləri biz düşünməliyik. Hələ bu bir dənə sadə misal idi. Biz baxıb Instagrama YouTube bunu balaca videolarına baxıb öz yaşayışımızı onlarla müqayisə eləmir. Dedim, bax gör o ki heç elə bir dəqiqədə pişdi, ya yox. Biz indi baxırıq, çoxlu məsail çox sadəlikdə bizim əlimizdə olur. Amma təvəhhümdür bunların hər birisi. Təvəhhüm, onların vəhmi bizim əlimizdə olur. Sən bir onu doğrudan əlində eləyə bilmirsən ki o məsələni. Məsələn fikirləşirsən ki, mən baxırsan bir videoya, çıxıb filan dağa özünə videoya. Sən hiss edirsən onu. Halbuki əslində sən bir dağa getmədin ki. Daha keçək suallarımıza. Çox başınızı ağrıtmayın. Burada bizim bir vərəqə var. Bu vərəqə bir mükəmməl vərəqədir. Sən bu suallara baxmaqla deyə bilərsən ki, mən bütün kitabı bəlkə də bir murur eləyə bildim. Müəllimimiz mədrəsədə əgər bir şeylə cüzvə deyib onu oxuyun, suallar həll edib onu oxuyun, ondan sonra kitabın təmrinlərini oxuyun, bundan sonra bu videoya baxın, bir şeylər öyrəşin. Umudumuz var ki, müsbət olur. Birinci sual deyir ki, bir dənə donbalı həm hesabı və həm hendisi olsa, yəni həm bir sabit miqdar çoxalsın və həm bir sabit miqdara zərb olunsun. Baxın, donbalıya hesabı Məsələn, bir dənə donbalıya hesabı. Nə ittifaq düşür? Bir dənə sabit miqdarında burada cəmlənir. Yəni, hər birisi 3 dənə çoxalır. Bu hesabı. Bu da bir dənə donbalı hendisi. Donbalı hendisi necədir? Sabit miqdar zərb olur. Yəni, sən 2 dənə dalbadal ədədin tutsan, zərb olunmaqdan gəlir. Sual bizə deyir ki, bir dənə donbalı həm hesabı olur, həm hendisi. Yəni, həm bir dənə sabit miqdar çoxalır, həm bir sabit miqdar zərb olar. O cür donbalı varımız. Bəli, donbalı sabitdir. Məsələn, baxsan bu bir izafi 0 olur, həm də zərblər 2 olur. Bəs donbalı hesabı nəzərdə alsan, qədr nisbət 0-dir. Donbalı hendisi nəzərdə alsan, qədr nisbətimiz 1-dir. Bəs sualımızın cavabıdır. Söylərək, donbalı sabit. Bu bir sual deyir ki, اگر سینوس آلفا در تانژانت آلفا منفی باشد کوسشتر از 0. Baxaq görək o harda ittifaq düşər o məsələ. Sinus der tanjant olsun mənfi. Pəs sinus teta zərb der tanjant teta. Biz bunu yaza bilərik. Sinus teta zərb. Tanjantı biz bilirik ki, tanjant həman sinus teta təqsim bər kosinus tetadır. Pəs mən gəlib tanjantı yerinə yazıram. Sinus teta təqsim bər kosinus teta. Sinus zərbdir, sinus olacaq. Sinus və təvanı 2 teta təqsim bər kosinus teta. Deyir ki, bu mənfidir hər yerdə. Baxın, sinus betəvanı 2, hər ədəd betəvanı 2 ola bir dənə müsbət miqdar. Pəs, üst tərəf müsbətdir. Çünki kollə kəsr mənfi bir miqdarda kollə kəsr. Pəs,
Bunun məxrəci mənfiymiş ki, bais olub, burada mənfi olub. Burada nəticə alırsan, kosinus teta kosinuslara sin. Kosinus da hangi yerlərdə mənfidir? Onlar olacaq bizim cavabımız. Dairə məsafəyə baxsaq, kosinusun mənfi olduğu yer rubi dobbon və sevon olabilir. Sualı, üçüncü sualımız. Hər ədədi cayxalı həmvari do rişəyə çağırımdadır. Rişəhay zoc ədad müsbətin rişəyə zocu var və ədad mənfi nəsə rişəhay zocu yoxdur. Hər ədədi müsbət olacaq bizim burada cavabımız. Məsələn, ədədi şanızda hər rişəhay dobbon mənfi çağırımdan çağırılır. Rişəyə çağırılır. Rişəyə çağırılır. Mənfi doyla müsbəti. Mənzurumuz da budur ki, do betəvanı dolar, do betəvanı çağırılır. Şanızda həm mənfi do betəvanı çağırılır. Şanızda. Dördüncü sual deyir, bir mütəğəyyirhay ki, qabil əndazəgiri neyisən? Yəni, sən ölçə bilmərsən. Bu mütəğəyyir ki, ölçülə bilməz. Yəni, ədədlərlə sən eləyə bilmərsən, onları görsədirsən, onlara deyirik mütəğəyyir keyfi. Məsələn, hava sərindir. Havanın sərinliği, sən deyirsən, hava hətta sərin isim olsun da ki, sən keyfi halətdə bərrəsi edirsən, orada deyirik mütəğəyyir keyfi. Amma dəmasını sən ölçsən ki, neçə dərəcədir, orada mütəğəyyir kəmi olacaq. Məsələn, havanın aludə olması. Məsələn, hava salim havadır, ya biraz salimdir. Belə bir şeylərin mütəğəyyir keyfidir ki, sən ölçə bilmirsən. Ya məsələn, gözün rəngin. Sən ölçə bilmirsən ki, 5 dənədir, 3 dənədir. Neyse. Beşinci sual deyir ki, dərək elmi ehtimalı məcmui tamamlı haləthay mümkün. Yəni, bütün ittifaq düşə bilən halətlərə biz deyirdik qəzayı. O bir sualımız deyir ki, əgər cüməlat-ı sevvam, həftəm və dəham یک dönbalı hesabı cüməlat-ı mütəvaliyə یک دنباله هندسی باشد. قدر نسبت این دنباله. منظور از این دنباله burada deyir ki, قدر نسبت دنباله هندسی hesablayır. Hesabın ki, hesaplamaq. Baxaq. Baxın, sual deyir ki, cüməlat-ı sevvam, həftəm və dəham. Bu cümlələri dalbada üçün yan-yana qoymuşuq. Yəni, dönbalı hindisi təşkil edir. Dönbalı hindisidə belə bizim cərəyanımız var idi. A, B, C 3 dənə dalbada cümlə olsa bir dənə dönbalı hindisidən. Burada bir dənə vasiti hindisi adında bir şey tərif edilir. Yəni, B betəvanı da müsavi A, C. Məsəddəki betəvanı da olar, qıraqdakı ikisinin üzərində. Və dönbalı hesabi formulu A-N müsavi A-iş B izafiyə N min H-iç bər D-dir. Ki, D qədri nisbət idi, A-işli cümləyə əvvəl. Yəni, icazə verirsiniz, burada hər birisinin bər həsbi A-iç və D yazırım. A-yəki də A ilə göstərirəm, işim rahat olsun. Pəs A-S eləyə bilərəm, yazım A-B izafiyə D-dir. A7 eləyə bilərəm, yazım A-B izafiyə 6-dir. A10 eləyə bilərəm, yazım A-B izafiyə 9-dir. Bunlar dalbadal 3 dənə cümlədir, bir dönbalı hesabı. Mən bu vasitə hindisinin formulun ulduzuna göstərdim, aşağıda onların işim var. Mən gəlib indi ulduzdan yaza bilirəm və səttəki betəvanı yəni A, B izafiyə 6-dir, betəvanı olacaq. 2 dənə qıraqdaşın zərb A, B izafiyə 2-dir, dər A, B izafiyə 9-dir.
اوldeki اتحاد مرکب olacaq A به توان دو برابر اولی دوازده A D به اضافه دومی به توان دو olacaq 36 D به توان İkinci tərəf etihat cümlə müştərəkli olacaq. A-dur به اضافه 9-dan 2 olar 11. Əvvəli zərbi dolayı ezafi 2-dən də 9-umuz olur 18. D zərbi D olar D. Mən burada bu rabitələri yanmayan eləsəm A dolar silinlər iki tərəfdən gedər. Nəticə alaraq ki A D müsavi mənfi 18 D به توان Baxın, adiləri yığdım bir tərəfə. Burada bir adi var mıydı? Gəldim bu tərəfdə yazdım. Burada da 36 deyil. Do var idi. O tərəfdə yazdığım oldu. Mənfi 18 idi. 100%. Mənim burada ki mənzur deyibdir qədir nisbət neçəyimiz. Qədir nisbət biz burada sifr nəzərdə almırıq. Yəni D müxalifi sifrdir. Sualın üzərində deməyib bunu, amma biz gərək belə nəticə, belə bir burada fərz eləyək. D sifr olmasa iki tərəfdən dilər sadə olsun, nəticə olar sanki A olar mənfi 18 D qutardı getdi. Bəs gətirib burada nə iş verəcəyik? A-nın yerinə mənfi 18 D yazarıq. Mən sual idarəsini burada yazım. A yerinə mənfi 18 yazsaq, əvvəl cümləmiz. Burada bunların yanında görsəsən. Baxın. Burada nəticə alır. A oldu mənfi 18. Mənfi 18 به اضافه 2D olacaq mənfi 16 D. Mənfi 18 به اضافه 6 olacaq mənfi 12 D. Mənfi 18 به اضافه 9 olacaq mənfi 9 D. Bəs mənim 3 dənə mütəvalı cümləm oldu. Bunlar qədir nisbət dönməli hindisi. Nəzər tapılır? 2 dənə albaları təqsim edirsən bir-birinə. Mən bu 2 dənə nəzərdə alıram. Mənfi 12 ilə mənfi 16 nəzərdə alıram, bir-birlərinə təqsim eləyim. Mənfi 12 təqsim bər mənfi 16 müsavi arıq olan harfi. Dilər sadə olar. 12 çarı olar 3, 16 çarı olar 4. Bəs A oldu 3 çarı. Sual bir qozinanı, şayet 25 saatimiz var bu sualın, amma qəşəng sual idi. Biraz çətin olsa da, həlli biraz, amma qəşəng sual idi. Seçarı oldu bizi cavabımız. سوال 2 در کدام گزینه نادرست است؟ hangi گزینه غلطه و hangisi düzdür. Mən icazə versəniz hərəsinin cavabını öz yanında yazın. Baxın, 16 sədum. 16 sədumdur bura. Radikal altında. Radikal 16 olar 4, radikal səd olar. Bu tərəf olur 4'dan. O biri tərəf 64 هزارم ریشه سومده. ریشه سوم 64 olar 4. ریشه سوم 1000 olar 4 daha müsavi 4'dan. Üçüncü موردimiz. ریشه سوم منفی 1. Hər ədədin ریشه. Əvvələn yekin hər ریشəsi olacaq 1. Çünki davasında bir dənə mənfi var, mənfi 1 olacaq, mənfi 1. Bu bir tərəf olacaq qədrim. Baxın, do ilə do forcada gedər. Bunlar qədri mütləq mənfi 1. Olar 1. Havasımız olsun ki, taban zoc olsa, forca ilə 1 olsa gedər. Amma cavab qədri mütləq çıxar. Və yəni həmişə müsbət olar forca zoc olsa. Bu tərəf oldu mənfi 1, bu tərəf oldu 1. Bəs bu qələt qozinədir. O biri moritlərdə
yazaq bunları. Biz cevab tapdıq, amma bunları da bir işarə edək görək ki, burada zor. مورد بده سه دهم به توان دو سه دهم به توان سه'den geçer. Biz bunu bilirik ki, əgər A کوچکتر از یک olsa A به توان n کوچکتر از A به توان n به اضافه biz bunu bilirik ki, əgər A کوچکتر از یک olsa nəticə olur ki, A به توان n buzurtər az A به توان n به اضافه Hanzurumuz budur şey. Ədədin təvanı nə qədər yekə olsa xırda olacaq. Əgər ədəd کوچکتر از yekə olsa. Burada da ki bu ittifaq düşübdür. Sedahın bir təvanı doğru, sedahın bir təvanı sizə. Çünki sedahın yekdən xırdadır, o ki təvanı xırdadır, yekə olacaq. Yəni bu da düzgün olur. O birisi radikallara təvanı təbdil edir. Olacaq do bir təvanı yek bence. Bu biri də ki do bir təvanı yek. Hətta bu moridin də bir dənə izafəsi budur ki, əgər A buzurtər yek olsa, təvan yekdən, payə yekdən yek olsa, o ki təvanı xırdadır, elə xırda olacaq. Yəni ədəd təvanı getdikcə böyüyər. Təvanı yekə olan yekə olacaq. Alan burada do payədir. Yekdən yekədir payə. Bu da do. Yekdən yekədir. O ki təvanı xırdadır, elə xırda olacaq. Yek həftəmlə də yekmənin müqayisəsində yek həftəm xırdadır. Bəs bu da ki düz modeldir. Üçüncü sual. Deyir ki, əgər tabe bu birdən tabe sabit ibaşət. Tabe sabitdən mənzurumuz bu idi ki, ikinci müəllifələrin hamısı bir dənə sabit ədəd olmalıdır. İkinci müəllifələrlə baxın, bir dənə verib 0. Çünki bu bir dənəsi 0'dir. Hamısı 0 olmalıdır. Yəni A, B izafə B də 0 olmalıdır. Domenhaya A da müsaviyə 0 olmalıdır. Mən elə cavablarını burada yazım. Pəs domenhaya A müsaviyə 0'dir. Burada nəticə alarıq ki, A olar do. Bir tərəfdən də ki, B izafə A da müsaviyə 0'dir ki, nəticə alarıq. B'yi də ki, tapmışıq. A tapmışıq do. A yerinə burada cayğızar etsən. B izafə do müsaviyə 0. Nəticə alarıq ki, B olar mənfiyə do. Düz cavabımız olacaq. Dördüncü sual deyir ki, əgər A və B do məcmui qeyri-tohi başın. İkisi də, yəni boş olmasınlar heç biri. Bizdən bunu istəyib. A iştiraki B prim, menhayı B, menhayı A. Biz bunu eləyə bilərik təbani demorqanla sadətər təbdil ediyor. Təbani demorqanla yazaq, amma mən icazə versəz müdaribəni çəkirəm burada. İşimiz rahat olsun. Bu məcmui A, bu məcmui B. A iştiraki B prim. Bir dənə də nöqtə deyim sizə burada. A iştiraki B primi biz eləyə bilərik həmən A menhayı B-dir. Yəni A iştiraki B prim həmən A menhayı B-dir. Mən burada yaşıl rəngindən göstərirəm. Bura oldu. A iştiraki B prim. B menhayı A, B menhayı A da olacaq, fəqət B-də olanlar. Əlan deyib, yaşıl yer menhaya göy yer. Yəni, yaşıldan göyə çıxsın. Yəni, yaşılda olsun, göydə olmasın. Elə yaşıl yerinin bütünü olacaq. Bəs olacaq, elə burada cavabımız olacaq. A menhayı dördüncü morid bizim düz cavabımızdır. Keçək o biri suala. O biri sualda deyir ki, در یک الگوی خطی جمله سوم 7 و جمله هشتم 37 از جمله عمومی را پیدا کنید.
İttilaat məsələni yazaq həmişə. Həmişə hər sualda ittilaat məsələni yazmaq bizə müsbət nəticələr verəcək. Sən biləcəksən ki, əlində nə var, nə mən axtarırsan da biləndən sonra da yolun başarsan əldə edə bilərsən. İttilaat məsələ. AC müsaviyə 7 və AH müsaviyə CO. Deyək ki, bir dənə dönbələ xəttidir. Dönbələ xətti biz bunu eləyə bilərik dönbələ hesabı formulu ilə də yazaq. Ya elə dönbələ xəttin öz formulunu. Dönbələ xətti belədir. AN müsaviyə BN B izafəyə C. B nədir? Şibə o dönbələdir. Yəni fasilə cümlələrdir. C-dəki C də miqdarını gətirməyə cümlə yərləri mənhayə B elə sağ cümlə o C ələ gələr. Ya ərz əzmədə deyirdi xəttilərdə. Gedək indi burada caygızar eləyək. AC N'in yerinə C qoysan olacaq AC müsaviyə. N zərbləri. N burada C'dir olacaq. C B B izafəyə C. AH olacaq. 8B B izafəyə C. Bəs buradan bir dənə dəstgah dömazlı da məhsula çıxar. Yəni CB B izafəyə C müsaviyə 8 və 8B B izafəyə C müsaviyə C o 8. Mən eləyək çıxaq. 8B mənhay CB olar. 5B C mənhay C. C-nin ərcədər 37-dən 7 çıxsan olar 30. Buradan nəticə alaraq ki, B olar 6. B tapdıq 6. B 6 olandan sonra nəticə alacaqsan ki, C olacaq 7 mənhayə 8. Baxın, B yerinə burada 6 qoyun, C zərbələri işte oldu 8. Ki, onu mənfiyə yazdı. Pəs C bəlli, B bəlli. Gəlir burada caygızarı eləsə olacaq 6 N mənhayə yazdı. Baxın, N-i yerinə 3 qoyun. 7 gəlməlidir. 6 zərbələri və 8 mənhayə 7 olar. Mənhayə yazılır hə. N-in yerinə 8 qoysaq ki, cavab 37 gələr. 6 zərbələri 8 mənhayə yazdı olar. C-hə. Hesabladığımız da ki, bunu dedik. Bir dənə cümləyə 2 dənə cümləsi bəlli olan dönbələ hesabı da nəzərdə alıb həll edə bilərik. Bu formulada D müsaviyə AN mənhayə AN təqsimlər N mənhayə N. AN C7 mənhayə H təqsimlər H mənhayə C olar. C təqsimləri olar 6. D tapdıq. 6 A2 hesablayıb, yəni burada dönbələni belə yaza bilərdik cümlə ümumisi. Fərz edin ki, dönbələ hesabıdır. Yəni dönbələ xətti həmin dönbələ hesabıdır. Yəni sən iki cürə də eləyə bilərdin bunu yazsan, amma üçün xətti demişdik, biz xəttinin formülündən yazdık. O biri sual. Əgər kotanjant teta müsavi mənfi radikaldır. Bizdən sahil nisbətləri istəyir tetanı və tetanı deyib rubi çağırılır. Rubi çağırımında kosinus müsbətdir və sinus mənfi. Bizim bir dənə formulumuz var kotanjantdan sinus hesablanılan. O da budur. Yeç B izafi kotanjant توان 2 تتا مساوی 1 بر سینوس به توان 2 تتا. Bu formüldən biz istifadə edəcəyik. Formül. Gəlin cayguzarı edirik. 1 B izafi mənfi radikal do bir tavanı da olar, do müsavi olar və 1 bər sinus به توان 2 تتا
ki, burada nəticə olaraq sinus b tavanı 2 teta olacaq. یک سوم. Sinus b tavanı 2 oldu 1 سوم. Gələk devrovi çaharımdadır. Bəs bu nəticəni aldıq. Sinus b tavanı 2 teta müsaviyə 1 سوم. Nəticə olaraq tərəfindən radikal alırıq. Sinus teta olacaq. Radikal 1 سوم ya sinus teta olacaq. Mənfi radikal 1 سوم. Bizə hangisi morildə qəbuldur? Robi çaharında sinus mənfidir. Bəs bizim cavabımız bu cavab mənfi cavab bizə qabili qəbuldur. Sinusu tapdıq. İndi gedək kosinusu hesablamağa. Kosinusu da hesablaması bu formuldan yazılır. Sinus b tavanı 2 teta b izafi kosinus b tavanı 2 teta müsaviyə 1. Bəs nəticə olaraq ki, buradan kosinus b tavanı 2 teta olacaq. یک منهای sinusdur. Sinusu da 1 سوم idi. یک منهای 1 سوم ki olar 2 سوم. Bəs nəticə olarsa kosinus teta olacaq. 2 سوم ya kosinus teta olacaq. Mənfi radikal 2 سوم. Ki bizə mənfi qabili qəbuldur, müsbət qabili qəbuldur. Bəs buradan tapdığımız cavablar sinus teta tapdıq. Mənfi radikal 1 سوم. Kosinus teta tapdıq. Radikal 2 سوم. Qaldı tanjantımız. Tanjant teta müsavi 1 bər kotanjant teta olar. 1 təqsimləri mənfi radikal 2. Ki, quyu eləsən alır mənfi radikal 2 olur. 3 dənə isbət istənişdir. Bu 3 dənəni tapdıq. Daha əziz yoldaşlar, bu videonu burada qutaraq. Bu sualların həllərini gələn videolarımızda, gələn sualların da bu vərəqəni alsın. Həll edib sizə təqdim edəcəm. Hər mövriddə sualınız olsa, istər bizim dərs deməyimizə görə nəzəriniz olsa ki, bizi qabağa apara bilər. Ya sizin özünüzə görə bir suallarınız var da, dərsdə eləyə bilərsiniz, bizdən soruşarsınız kommentlərdə, ya Telegramda bizlə ilgi qurarsınız, ya Instagramda hər yerdə. Umudum var ki, yaşayış sizin üçün çox gözəl və faydalı olar. Hər gün təzə bir şeylər öyrəşmiş olasınız. Təzə bir şeylər öyrəşmiş olasınız. Bunu nəzərdə alın. Bax, sən 1 saat videoya bax. 1 dəqiqəlik videolar. Axırda heç nə əlinə yapışmasın. O yaşayış olmadı. Yaşayış olmadan təzə bir şeylər öyrənsin. Tamam, sağ qalın, sağ yaşayın. Gələn görüşə qədər.